Dünyada çox az brend var ki, onun adı həm uğuru, həm keyfiyyəti, həm də toxunulmazlığı eyni anda təmsil etsin. Ferrari, Apple və Rolex. Bəs necə oldu ki, bir Alman yetimin İngiltərədə qurduğu kiçik bir şirkət İsveçrə saatçılığının kralına çevrildi? Bugün biz sadəcə bir saat brendindən danışmayacağıq. Biz marketinq duhasının, mühəndislik möcüzəsinin və heç vaxt sönməyən bir vizyonun hekayəsinə baxacağıq. Kəmərlərinizi bağlayın, Rolex'in gizli dünyasına daxil oluruq. 19-cu əsrin sonu. Saat dünyası cik saatlarının əsarətində idi. Qol saatları isə yalnız qadınlar üçün zərif bir aksesuar sayılırdı. Kişilər üçün qoluna saat bağlamaq qadın xasiyyətli olmaq demək idi. Amma 24 yaşlı Hans Wilsdorf bu stereotipi qırmağa qərarlı idi. O başa düşürdü ki, müharibələr və sürətli həyat ritmi gələcəkdə insanların saatı cibindən çıxarmağa vaxtının olmayacağını diktə edəcək. 1905-ci ildə o Londonda qaynatası ilə birgə saat idxalı ilə məşğul olan şirkətini qurur. Lakin bir problem var idi. İsveçrədən gətirdiyi mexanizmlər kiçik olduğu üçün dəqiq işləmirdi. Hans isə mükəmməllik xəstəsi idi. Hans markasına elə bir ad istəyirdi ki, onu bir uşaq da, bir kral da eyni asanlıqla desin. O əlifbanın bütün kombinasiyalarını yoxlayır, minlərlə variant. Amma heç biri o deyil. 1908-ci ildə bir səhər Londonun dumanlı küçələrində faytonla gedərkən sanki şimşək çaxır. Rolex. Bu adın mənası nədir? Heç nə. Hans sadəcə bu hərflərin yan-yana gəlişini sevmişdi. Amma sonralar insanlar bu adı horlogerie exquise, yəni nəfis saatçılıq ifadəsinin qısaltması kimi yozmağa başladılar. Hans isə sadəcə gülümsüyürdü. Marketinq artıq öz işini görmüşdü. 1920-ci illərdə ən böyük problem rütubət idi. Saatın içinə girən bir damla su hər şeyi məhv edirdi. 1926-cı ildə Rolex Oyster, yəni sədəf modelini təqdim etdi. Dünyanın ilk hermetik, yəni tam qapalı saatı. İnsanlar inanmırdı. Hans nə etdi? 1927-ci ildə gənc katibə Mercedes Blades La Manche boğazını üzərək keçməyə hazırlaşırdı. Hans ona bir Rolex verdi və dedi, bunu boynuna bağla. Mercedes 10 saatdan çox buz kimi suda üzdü. Sahilə çıxanda hamı qadına deyil, saatın işləyib işləmədiyinə baxırdı. Saat saniyə-saniyə qüsursuz işləyirdi. Ertəsi gün Daily Mail qəzetinin üz qabağında Rolex'in zəfəri elan olundu. İkinci Dünya müharibəsi zamanı Rolex maraqlı bir hadisə ilə gündəmə gəldi. Alman əsir düşəklərindəki Britaniyalı zabitlərin saatları müsadirə olunurdu. Hans Wilsdorf bunu eşidəndə ağılsığmaz bir elan verdi. Əgər bir Britaniyalı zabit saatını itiribsə, bizə yazsın. Biz ona yeni Rolex göndərəcəyik. Pulunu isə müharibə bitəndə ödəyər. Bu sadəcə xeyriyyəçilik deyildi. Bu, biz qalib gələcəyik mesajı idi. Zabitlər evlərinə qaydanda artıq Rolex'in sadiq müştəriləri idi. Hətta məşhur böyük qaçış hadisəsində məhz Rolex saatları koordinasiya üçün istifadə olunmuşdu. Bugün bir Rolex mağazasına girsəniz, çox güman ki, piştaxtalar broş görəcəksiniz. Niyə? Çünki Rolex ildə 1 milyona yaxın saat istehsal etsə də, tələb təklifi dəfələrlə üstəliyir. Rolex'in öz poladı var, 904L poladı. Bu poladı emal etmək o qədər çətindir ki, Rolex bütün zavodunu yenidən qurmalı olub. Bugün Rolex bir şirkət deyil, bir xeyriyyə fondudur. Hans Wilsdorf fondu. Bəli, Rolex'in sahibi heç bir şəxs deyil. Gəlirlərin böyük hissəsi təhsilə və elmə xərclənən bir fonddur. Bu da o deməkdir ki, onlar səhmdarların təzyiqi ilə yox, yalnız öz keyfiyyət standartları ilə işləyirlər. Rolex'i digərlərindən ayıran şey budur. O moda tabe olmur, modanı yaradır. Submariner, Daytona, Datejust. Bu modellər 10 illiklərdir dizaynını demək olar ki, dəyişməyib. Çünki mükəmməlliyi dəyişməyə ehtiyac yoxdur. Hans Wilsdorf 1960-cı ildə vəfat edəndə geridə sadəcə bir saat markası deyil, zamanın özünə meydan yoxlayan bir imperiya qoydu. Sizin üçün Rolex nədir? Sadəcə bir status simvolu, yoxsa mühəndislik əsəri? Şərhlərdə bildirin.